Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün kələmlə çox ləzzətli bir yemək bişirdim və bişirmə qaydasını sizinlə paylaşmaq istəyirəm. Güman edirəm ki, kələm sevməyənlər bu yeməyi bişirəndən sonra kələmlə hazırlanan yeməkləri bəyənəcəklər inşallah. Keçirəm hazırlama qaydasına. Əvvəlcə tərəvəzləri, kartofu, kökü soğanı, qabığını soyub yuyuram. Pomidoru da yuyub qabığını soyuram. Kələmi doğradım. Soğanı da xırda doğrayıram. Kökün yarısını götürdüm. Bir dənə böyükdür. Yarısını törkadan keçirtdim. Gazı yandırıb tavanı koydum gazın üstüne. Ve biraz duru yağ, biraz da kərə yağı əlavə elədim. Əvvəlcə soğanı əlavə eləyirəm. Biraz qarışdırıb, biraz pişirib. Üzerine kartofu xırda videoda göründüğü kimi doğrayıb əlavə elədim soğanın üstüne. Biraz pişirəndən sonra kökü də əlavə elədim. İndi isə et maşından keçirdiyim dan etini əlavə elədim və kartof, kök, soğan əti yaxşı qatışdırıb qapağını qoyuram ki, ət də biraz suyunu buraxıb sonra suyunu çəksin. Biraz pişəndən sonra doğradığım pomidoru da əlavə eləyirəm bura. Qatışdırıram. İndi isə biraz tomat əlavə elədim. Sarı kök, pul biber, istiot, qara istiot, bir də tuz əlavə edib qatışdırıram. İndi isə doğradığım kələmləri əlavə elədim. Qatışdırdım. Biraz su əlavə edib tavanın qapağını qoyuram ki, kələmlər pişsin. Yemeğimiz hazırdır. Kələm də pişdi. Çox dadlı alınır əziz izləyicilərim. İndi biraz şehit doğrayıram xırda. Əlavə edirəm yeməyin üzərinə. İnanın doğrudan çox dadlı olur. Siz də pişirin əziz izləyicilərim. Ümid edirəm ki, bəyənərsiniz. Allah hamının evinə bol, bərəkətli ruzu versin inşallah. Bişirən hər kəsə nuş olsun deyirəm. Əziz izləyicilərim, abunə olub like atmağı unutmayın. Sağ olun, sağlıqla qalın.